Bizler hal-hazırda bax, həmin yanan evə, Xatirə xanımın, Kamkozda işləyən Xatirə xanımın yanan evə yığılan pulla hələ borcu da qalmışıq. İnşallah yavaş-yavaş bu gündən start verilir, materiallar da alınıb gətirib. Allah köməyi olsun. Sağ ol qardaş, sən də var olasın. Allah köməyin olsun. Xalam oğlu, Allah canını sağ eləsin, var olasın. Bax, hal-hazırda iş gedir, materiallar alınıb gəlinib. Ətraflı çəkirəm ki, baxasın. Bax, bunlar Pemko 19-un cəngavərlərdir. Görək, maşallah, görsən, baxı. Əli, Cavidan, baxı, oğuldular, onun da olsun Allaha. Yıxılan evin dirəyidir bu kişilər. Materiallar hamısını yığırlar və inşallah sabahdan şifaf bloka iştirak edir. Gətirin qardaşlar, gətirin, ay Allah qollarınıza qüvvə versin, gətirin. Ben de o 10 dənə orada qaldı, onu neyniyək, ay mübariz? Onda bir də böylələri səhər işimiz var da. Ha, yaxşı. Yaxşı. Bax, hal-hazırda materiallar alınıb, min şükür Allaha. Belə deyək. İş də yuxarıda gedir, hal-hazırda ustalar da işləyir. Yəni sabahdan da şifaf bloka işi, şikatur işi başlayacaq. Yığılan pulada qəpiyinə kimi hər bir şey yəni bu evədə xərclənir. Balacalar da, qızlar da kömək edir. Olsun, bax, maşallah. Pemko 19'da yanan ev. Hal-hazırda bax, remontu üçün materiallar alınıb xalqın köməyindən. Bax, maşallah. Əliyə bax, bu qəsəbənin canavarıdır da, qardaş. Bu uşağın işləməyə həqiqətən adama ləzzət edir. Görək, and olsun Allah. Bərəkət haqqı bu uşağı al-aldı. Bu uşaqdan bir 10-15 dənə ola qəsəbədə, sizdə qəsəbəni təzdən söküb tikmək olar. Hələ Cavidan dəbərmir. Cavidan indi başlasa gör nə eləyəcək. Cavidan səhərdən üstü başına bax. Maşallah, bax, bu da işləyən uşaq. Baxın, hamımız baxsın. Yəni bunu tez-tez çəkməkdə məqsədim odur ki, bilsinlər də hal-hazırda bax. Elektrik işimiz qutarır. Min şükür Allah. Elektrik işimiz qutarır. Hara baxsan Cavidəndir. Usta mübarizdə sabahdan inşallah öz iş fəaliyyət. Mübariz, sən burada inşallah Allahın köməyindən belə sevə-sevə işləyəcəksən də həvəslə. İşin fəaliyyətin o qardaş da dedi konkret super iş görəcək. İnşallah Allah qoluna qüvvə versin. Canına can sağ. Özün də kasıb oğlansan, Allah səni var etsin. Elçin kişi də ki konkret qardaş, tezdən işləyir də sözün deyil. Heç nə elə bilən büyünə təhvil verərsən. Bax, kəlmə də qardaş. İş gedir, hamıdan xahiş edirik. Bax, bu evə dəstək, ancaq bu evə hamıdan. Nəinki biləsi var ha. Üzümü bütün bölgələrə tuturam. Hərə 1 manat, 2 manat, 5 manat, 10 manat dəstək olsun ki, bax, bu evin sahibi qadın xeylağıdır. Kamkozda işləyirdi, süpürgə süpürürdü. 5-də durub cəmaatın atdığı zibilləri təmizləyən qadın olub. Bugün xəstədir, yerdə yatır, evi yanıb kül olub. Bu gün də xalqın köməyindən xahiş edirik, bu ev tikilsin. Hamıdan xahiş edirik. Vallahi biz buradan 1 manatın özü də olsun ki, heç bir şey təmənna almırıq. Yanacağı da cibimizdən tökərək o işi həll edirik ki, Allah xatir. Mükafatımızı Allahdan istəyirik. Hamımızdan xahiş edəyəm.